Universitet müəlliminin hər hansısa bir ibtidai sinifdə oxuyan bir uşaqla debata çıxmasını müqayisə eləməyimiz nə qədər doğru olar? Ki, Elşad Miri niyə debata getmək istəmir, niyə debat etmir? Debat dəfələrlə eləm İlahiyyat Universitetinin rektoru ilə də Əsasda Samini qeyd edirlər, Sami ilə niyə yəni debata çıxmır? o bəzi şəxslərlə debat eləyib eləməmək mənim şəxsi yanaşmamdır. Əxlaqlı olan insanlarla mən hər bir zaman debata da çıxmışam və bu da mənim seçimimdir. Heç kim məni məcbur eləyə bilməz ki, kimləsə debata çıxırsan və yaxud da çıxa bilmirsən. Yüzlərlə debata çağıran var. Azərbaycanın deyək ki, İlahiyyat İnstitutu varsa, İlahiyyat İnstitutunun qurucu rektoru ilə keçən dəfə canlı yayında da rektorla debatımız oldu. Hər kəs də gördü. Yəni bu insanlar sadəcə bilirsiniz necədir? Bəzən o debatlarda nə isə öyrənməyə çalışmırlar. Sadəcə olaraq kimin kimə üstün gəlib, gəlmədiyini görmək istəyirlər. Yəni məsələ budur ki, həmin o debatlardan biz nə öyrəndik? Bizə faydası nədir? İnsanlığa faydası nədir? Dinimizə faydası nədir? Biz Qurandan nə isə orada öyrəndikmi? Yoxsa filan kəs bunu dedi, o onu dedi. Nəticə nə oldu? Bir fayda yoxdursa, yalandan bunu müzakirəyə çıxarmaq, yaxud da tanınmış bir şəxslə debata çıxmaq çox istəyən olur və bu onun özünün reytinqini artırmış olur. Tanınmış insanın reytinqini əksinə mənfi təsir eləyir ki, özündən aşağı bir insanla debata çıxmış olsun. Bu da elə bilin ki, bilirsiniz necədir? Mən universitet müəlliminin hər hansısa bir ibtidai sinifdə oxuyan bir uşaqla debata çıxmasını müqayisə eləməyimiz nə qədər doğru olar? Ona görə bu cürə yanaşmalı. Aydındır.